verə bilmirəm. Çünki mən TikTok səhifəsi, YouTube, Amalov Dünyası bir çox səhifəni işlətdiyimə görə çatdıra bilmirəm, açığı deyim sizə. Amma ki deyim ki, bütün ürəyə oxşayan, necə demirdir, ürəyindən keçən silah modelləri, ov silahlarımız bizdə var, bizdə tapılmaqdadır. Bəlkə də mənim danışıqlarım bəlkə bəzi insanlar üçün qəribə gələ bilər, amma mən həmin o insanlara demək istəyirəm ki, mən həmişə səmimi danışmışam, səmimiyyətimi qorumağa çalışmışam. Çünki yalan və dolan, aldadıcı ifadələrdən insan çox qabağa gedə bilməz. Çünki özüm ovçuyam, özüm ovçu olduğum üçün özüm nə düşünürəmsə müştərimin, mənim yanıma gələn ovçunun da nələr düşünə biləcəyini düşünərək onu satmağa, onu həmin tövsiyə etməyə çalışıram. Bütün millət də məni bilir. Heç vaxt heç kimə yalandan nəsə satmamışam ki, sabah gün mənim arxamca danışsınlar və yaxud da dünya malına görə mənim arxamca nalayiq ifadə işlətsinlər. Bax, qardaşlar, bütün çeşidlər var. Mən bunu belə çəkməkdə məqsədim odur ki, Təkən mağazində bir video hazırlayacaqdım. Elə oldu ki, bizim əli çalışanımız tez getdiyinə görə özüm oldum. Dedim, bir qısa belə bir fragman çəkim. Nə model istəsəniz, biz sizi qulluğunuzdayıq, atarımızdır, Rus silahlarıdır, kralarımızlardır. Bütün ov üçün lazım olan ən keyfiyyətli, zavodu, yeri, yurdu bilinən silah bizdədir. Bunu hər kəs tanıyır. Bundan da sonra elə bilirəm ki, etibar qazanmışam, daha da qazanacam. Kim nə istəsə canla başdan qulluğunuzdayım. Ola bilsin, hər kəsə cavab verməyə üsbət edə bilmirəm. Amma ki, bacardığım qədər çalışıram ki, hər kəsin işinə yarayım mən. Sağ olun.